Bugün mənbələrimizin qısa xülasəsi ABŞ-da çıxış edən Azərbaycan əsilli gənc qapıçı Roman Kərimov haqqındadır. Yəni, Moskvada doğulan və hazırda ABŞ-ın ən yüksək liqası MLS-də Houston Dinamo'da forma geyinən bu 18 yaşlı istedadın niyə qəflətən məhz bizim millini seçdiyini araşdıracağıq. Özünüz düşünün, okeanın o tayında karyera quran bir gənc niyə Azərbaycan millisində oynamağa bu qədər can atır? Birincisi, gəlin onun bu mövqeyə necə təsadüfən gəldiyinə baxaq. Bilirsiniz, Roman əslində futbola Rusiyada, MOIK-də, yəni Mərkəzi Ordu İdman Klubunda sol cinah yarı müdafiəçisi kimi başlayıb. Amma komandadakı ən hündürboy uşaq oyudu deyə məşqçi onu qapıya qoyub. Bu sanki kinolardakı o qəfil süjet burulğanlarına bənzəyir, elə deyilmi? Bəzən sadəcə otaqdakı ən hündür adam olmaq bütün karyeranı dəyişir. Sonra isə 14 yaşında anasıyla Los Angeles'e köçüb. İngilizcə heç nə bilməsə də klubun tapdığı ailə ilə yaşayaraq yeni mühitə anında uyğunlaşıb. İkincisi, idmanla təhsilin vəhdətidir. Sizcə peşəkar idmançılar doğrudan da dərslərə önəm verirlər, yoxsa bu sadəcə Amerikanın hər ehtimala qarşı bir B planınız olsun siyasətidir? Romanın vəziyyətində bu olduqca ciddidir. ABŞ-da idmançılar mütləq oxumalıdır. O da komanda yoldaşları ilə onlayn oxuyur və tezliklə idman təqaüdü alaraq UCLA-ya, o məşhur Los Angeles, Kaliforniya Universitetinə daxil olub pulsuz təhsil almağı planlaşdırır. Nəhayət gələk əsas məsələyə. Həyatını ABŞ-da qursa da niyə məhz Azərbaycan? Bakılı babası ona həmişə milli yeməklərimizdən bişirib, ölkəmizdən danışıb. Roman Qarabağın Çempionlar Liqi oyunlarını heyranlıqla izləyir. İndi baxın, Rusiya xaricdəki gəncləri yığmaya çağırmır, ABŞ vətəndaşlığı da hələ yoxdur. Yəni, əsas hədəfi Avropaya çıxmaq olan Roman üçün Azərbaycan sadəcə babasını sevincdən tavana qədər tullandıracaq bir seçim yox, həm də çox real və strateji qapıdır. Əslində, Roman Kərimov sadəcə kökünü axtaran həvəskar bir gənc deyil, həm də imkanlarını santimetrinə qədər hesablayıb, MLS ilə Avropa arenası arasında strateji körpü quran yeni nəsil peşəkardır.